Əgər funksiyalar mövzusundan bir sual salacaqlarsa, ki salacaqlar, çünki hər il düşür, 90% ehtimal ki bu şəkildə sual düşəcək. Qalan ehtimallar bayaq dediyim tiplərdə suallar düşə bilər. Bir də ən çox düşən sual tipi bax budur. İndi elədiyimiz, yəni düz xəttin koordinat oxları ilə kəsişmə nöqtəsinin tapılmasıdır. 3x - y bərabərdir 5 tənliyinin qrafikinə aiddir. Nöqtələri götürüb qrafikdə, yəni tənlikdə yerinə yazacağıq. Hansında doğru bərabərlik alınırsa, onu seçəcəyik. Burada C variantı doğru olur. Yəni C variantı 4, 7-dir. 4, 7 o demək ki, x 4-dür, y 7-dir. İndi 3x çıxılsın y bərabərdir 5 yazılıb. Orada x-in yerinə 4 qoyacağım. 3 vur 4. Y-in də yerinə 7 yazacağım. Baxın, 3-ü 4-ə vuranda 12 eləyir. 12-dən 7 çıxanda 5. Gördünüz, doğru bərabərlik alındı. Ona görə də cavabımız C variantı olacaq. Növbəti mövzumuza gəlirik. Növbəti mövzumuz deməli funksiyalar mövzusudur. Yenə də ötən dərsimizdə izah eləmişəm, özü demişəm ki, ən çox funksiyalardan ən çox buraxılışa düşən sual tipi bax bu tipdir. Yəni funksiya hansı nöqtədən keçir? Hansı nöqtə funksiyanın qrafiki üzərində yerləşir? Ötən dərsimdə, ötən videomda mən xətti tənliyə aid belə bir sual izah elədim. İndi kvadrat tənliyə aid. Fərqi yoxdur. İstəyi xətt, istəyi kvadrat olsun. Nöqtənin koordinatlarını gətirib yerinə qoyacaq. Vəssalam. F-nin azı qiymətində A nöqtəsi verilmiş parabola üzərində yerləşir. A nöqtəsinin parabola üzərində yerləşməsi üçün A-nın x və y-ini gətirib parabolada yerinə yazacağıq. Y-ə 3 yazıram, x-ə 2 yazıram. Onda alınacaq 3 bərabərdir 4, üstəgəl 4, 8, üstəgəl C. Buradan da C bərabərdir 3-dən 8 çıxanda -5. Deməli, C -5 olandır. X kvadratı plus AX plus y kvadratı plus BY plus C bərabərdir 0 şəklində tənlik çevrənin sərbəst tənliyidir. Çevrənin sərbəst tənliyində və yaxud da qeyri-aşkar tənliyidir. Bu çevrənin qeyri-aşkar tənliyində x-in yanında duran A var. Bu deməli, bağışlayın, bunu belə eləyək də. A. Bu mənfi A bölünsün 2-dir. B də mənfi B böl 2-dir. Və belə bir şey var. R kvadratı bərabərdir A kvadrat plus B kvadratı çıxılsın C. Bax, bu düsturlardan istifadə edəcəyik. İndi bizə verir x kvadratı çıx 6x üstəgəl y kvadrat çıx 8y üstəgəl 9, düzdür? Baxın, x-in yanında nə durur? -6. Bu A-dır. Y-in yanında nə durur? -8. Bu da B-dir. İndi yazacağım. A bərabərdir mənfi A bölü 2, yəni -6 bölü 2. Mənfilər toqquşdu, müsbət oldu. 6-nı 2-yə böləndə 3. B bərabərdir mənfi B bölü 2, yəni -8 bölü 2. Bu da oldu 4. R kvadrat da bərabərdir A kvadratı plus B kvadratı çıxılsın C. C də budur da. Çıxılsın 9. Bu da 9 üstəgəl 16 çıx 9. 9'lar gedir, qalır 16. Düzdür? 2021-ci ilə yenə də sadə hesablama düşür. Kök altı 49-dan 7 çıxır. Kök altı 36-dan 6 çıxır. Kök altı 25-dən də 5 çıxır. Onda 2 vur 7, 14. Çıxılsın 6. Üstəgəl 2 vur 5, 10 olacaq. Bu da bərabər 14-dən 6 çıxanda 8. 8-dən də 10-un cəmi 18 olacaq. Cavabımız 18, Y variantı olacaq. 33-də köklərin dərəcələri eyni olduğu üçün mən bunları bir kök altında vura bilərəm. Kök altında 3 vurulsun 27. Çıxılsın bunları da. Kök altında 32 vurulsun 2. Bərabərdir 3 27-yə vuranda 81, 32-ni 2-yə vuranda 64. 81-dən 9, 64-dən 8 çıxır. Cavabda 1 alınır. 34. 8, 4 vurulsun 2'dir.
Kök altı 50, 25 vur 2'dir. 98 də 2 vurulsun 49'dur. Uşaqlar, kök altından tam çıxmayan ədədlər var ha, kök altından tam çıxmır. Onları 2 vuruğa elə ayırmaq lazımdır ki, onlardan birindən kök çıxsın. Mən də bu şəkildə ayırdım. Məsələn, 50 var ha burada. 50-ni 5 vur 10 kimi də ayıra bilərəm. Amma nəyimə lazımdır ki, nə 5-dən kök çıxmır, nə 10-dan. Mən bunu mütləq 2 vur 25 şəklində ayırmalıyam ki, 25-dən kök çıxır axı, düzdürmü? İndi yazaq. 3 vurulsun. 4-dən kök çıxacaq 2. Bu 2 isə qalacaq kök altında. Çıxılsın. 25-dən kök çıxacaq 5. Bu 2 qalacaq kök altında. Üstəgəl 6 kökdə 2-ni yazaq. Bir də çıxılsın. 49-dan 7 çıxacaq. 2 isə qalacaq kök altında. Bərabərdir. Bax, burada da kök altı 2 var. Burada da kök altı 2 var. Burada da var. Burada da var. Kök altı 2-yi mörtəzə xaricinə çıxardıram. Qalır 3-də 2-nin 6 çıx 5 üstəgəl 6 çıx 7. Bərabərdir. 6-dan 5 çıx 1. 1 ilə 6-nı 7. 7-dən 7 çıxdı 0. Bunun cavabı 0 alınırmış. On yeddinci bərabərsizliklər mövzusu. Ötən dərsimiz, yəni dünənki dərsimizdə bərabərsizliyə aid nə qədər misal həll elədik. Bunu bura əşkar üçün salmışam ki, ötən dərsimizə qüvvət oxuyub daha yaxşı başa düşək. Deməli, uşaqlar, hər tərəfi x-in əmsalına bölməliyəm. X-in əmsalı mənfidir. Hər tərəfi mənfiyə böləndə işarə əksinə dəyişir. Ona görə yazacaq x böyük bərabərdir. Mənfi 15 bölünsün mənfi 6-da 7. Və bölmə tərsinə vurmadır. Mənfi 15 vurulsun mənfi 7-də 6. Mənfilə vuranda müsbət eləyir. 15 vurulsun 7-də 6. Vurulan ədəd surətə vurulur. 15-i 6-ya vuranda 90. 90-ı 7-yə böləndə isə 12 tam 70, 14, 84. 12 tam 7-də 6. Deməli, x böyük bərabərdir. 12 tam 7-də 6. Bizə deyir ki, ən kiçik tam həlli tapın. Ən kiçik tam həlli tapın. 12 tam 7-də 6-dan böyük olan birinci ədədimiz nədir? 13. Deməli, ən kiçik tam həll 13-dür. 53-cü sual. Burada da uşaqlar, kök altı 2-ni mən yaza bilərəm. Bağışlayın, 2-ni yaza bilərəm. Kök altı 4 kimi. Aydındır ki, kiçikdən böyüyü çıxıram. Onda bura olacaq mənfi. Bu mənfidirsə, ikinci mörtəzə mənfi olmalı ki, mənfini mənfiyə vurun, müsbət olsun. Böyükdür 0 alınsın. Onda 5 çıxılsın 2x, kiçikdir 0, yəni mənfi olmalıdır. 5 kiçikdir 2x və yaxud 2x böyükdür 5. Buradan da x böyükdür 2 onda 5. Onda olacaq 2 onda 5-dən müsbət sonsuzluğa. Sadə bir tənlikdir, xətti tənlikdir. Mörtəzələr veriblər ki, biraz çətin görünsün. Amma çətin deyil, sadəcə mörtəzələr açacaqsınız. 2x çıx 8, çıx 5x üstəgəl 15, üstəgəl 6 bərabərdir 7x çıx 4. Baxın, 2x çıx 2 və 4-ün 8. Sonra mənfi 5-i x-ə vurdum, çıx 5x. Mənfi 5-i mənfi 3-ə vurdum, müsbət 15. Çünki mənfilə vuranda müsbət eləyir. Üstəgəl 6 da burada var. Bərabər 7x çıx 4. İndi bunu həll eləyək. 2x çıx 5x. Elədir mənfi 3x. Mənfi 8. Üstəgəl 15 ilə də 6-nı 21 eləyir. Mənfi 8 üstəgəl 21. Mənfi 8 üstəgəl 21 nə deməkdir? 21 çıx 8 deməkdir, yəni 13.
Demək ki, üstəgəl 13, yəni müsbət 13. Bərabərdir 7x çıx 4. Yenə də bayaqki kimi 7x-i müsbət 7x-dir. Bu tərəfə çəkildim, işarə əksinə dəyişəcək, mənfi 7x olacaq. Və bunları toplayanda mənfi 3x, mənfi 7x, mənfi 10x alınır. Müsbət 13-dür, digər tərəfə çəkəndə mənfi 13 olacaq. Bunları da toplayanda mənfi 17 olacaq. X də bərabərdir 17-dən 10-a böləndə 1.7 alınacaq. Cavabımız 1.7. 27-ci sual. 4x kvadratını x-ə vurdum, 4x kubu. 4x kvadratını 1-ə vurdum, 4x kvadratını özü alınır. Çıx 4x kubu, çıx 1. Dörd x kubu, çıx 4x kubu, getdi 0-a. Qaldı 4x kvadratı, çıx 1, bərabərdir 0. Buradan 4x kvadratı bərabərdir 1. X kvadratı bərabərdir 4-də 1. X də bərabərdir plus minus 2-də 1. 29 yenə tənasüb tənlik. Tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. 24-ü 3-ə vuranda 72 bərabərdir 8y. Y də bərabər 72-ni 8-ə böl 9. 25-ci sual çarpaz vurmadır. 5a bərabərdir 60. A da bərabərdir 12. Bu da D variantı olacaq. Burada yenə də bir ədlərin bölünməsidir. Uşaqlar, əsası eyni olan qüvvətlər böləndə dərəcələr çıxılır. Ona görə biz dərəcəni çıxaq. N üstəgəl 2-dən çıxaq mənfi n çıx 3-ü. N üstəgəl 2 çıx mötərizənin qarşısında mənfi işarə olduqda içəridəkinin işarəsi əksinə dəyişir. Yəni mənfi n müsbət olacaq, mənfi 3 də müsbət olacaq. Müsbət n, müsbət 3. N üstəgəl n 2n, 2 ilə də 3-ün cəmi 5. Olacaq 2n üstəgəl 5. Demək, cavabımız olacaq, bir dəqiqə, cavabımız olacaq 5 üstündə 2n üstəgəl 5. Gəldik 20-ci sualımıza. 20-ci sualı ABCD trapesiyasında bucaq ACD bu bucaq. Bucaq ABC bu bucağa bərabərdir. AD 18-dir. 18-dir. BC 8-dir. AC tərəfinin uzunluğunu tapın. Buranı tapın. Burada deməli uşaqlar bax. Bura alfa, bu da alfa çarpaz bucaqlar olaraq ortaya çıxır. Biz bunu ortaya çıxardıq. Məsələdə verilənlər də beta bucağı ilə işarə eləyək. Aydın görünür ki, ABC üçbucağı ilə ACD üçbucağının uyğun bucaqları bir-birinə bərabərdir. Yəni iki cüt bucağı bir-birinə bərabərdir. Onda avtomatik olaraq üçüncü bucaqlar da bir-birinə bərabər olacaq. Yəni bura fidirsə, D bucağı da fi olacaq. Və burada bucaqlar bərabər olduğu üçün üçbucaqlar oxşar olacaq. Oxşarlıqdan istifadə edək. Oxşar üçbucaqların uyğun tərəfləri mütənasib olur. Yəni uyğun tərəflər bir-birinə böləndə bərabər olmalıdır. İndi ABC üçbucağında fi bucağının qarşısındakı tərəf 8 bölünsün, o bir üçbucaqda fi'nin qarşısındakı tərəf 2. Sonra ABC üçbucağında beta'nın qarşısındakı tərəf 2 böl ACD'də beta'nın qarşısındakı tərəf 18. Bunu çarpaz vuranda x kvadratı bərabərdir 144, x bərabərdir 12 olacaq. Burada cavab A variantı olur. Venn diaqramlarında bunu sizə izah edeyim. Bu A çoxluq olsun, bu da B. Baxın, bura A çıxılsın B deməkdir bu hissə. Bu hissə B çıxılsın A deməkdir. Ortadakı hissə isə A kəsişir B deməkdir. Ümumi hamısı A birləşir B deməkdir uşaqlar. Eyni zamanda sözlə ifadə edəndə bu hissə təkcə sözüdür.
Yəni çıxma təkcə sözü ilə ifadə olunur. Yəni A çıxılsın B təkcə A deməkdir. B çıx A təkcə B deməkdir. A kəsişir B həm A, həm B deməkdir. A birləşir B isə A və ya B ya da A və B-dən ən az biri deməkdir. Gördünüz? Bu şəkil özü bir düsturdur uşaqlar. Düsturu yadda saxlamaq lazımdır. Bunu qırağa eləyim. İndi A çıxılsın B. Bax, burada həmən şeyi çəkirəm. Bura A olsun, bura B olsun. A çıx B 4'dür. Yazıram A çıx B hissəsinə 4. B çıx A 5. Burada yazıram 5. A ilə B-nin birləşməsi 15'dir. Kəsişməsini soruşur. Birləşmə hamısıdır. Kəsişməni bilmədiyimə görə kəsişməyə x yazıram. Birləşmə də 15. Yəni bunların üçünün cəmi 4 üstəgəl x üstəgəl 5 15 olacaq. 15. Buradan da x bərabərdir. 4 ilə 5-in cəmi 9. 15-dən 9 çıxanda 6 edir. 39-cu sual da eyni sualdandır. Bax. Bura A'dır, bura B'dir. N A 10'dur. İndi mən A'nın yerinə 10 yazacağım. Onda qoy bunu təzədən çəkim. A'nın yerinə 10 yazacağım. B'nin yerinə 15 yazacağım. A ilə B'nin birləşməsinin yerinə 20 yazacağım. Kəsişməni sor. Kəsişmə yenə x olsun. Əgər bu ortaya x yazıramsa, onda qırağa düşəcək A çıx x. Bu bir qırağa da 15 çıx x. Birləşmədə 20'dir. Yəni bunların cəmi 20 olacaq. Onda yazaq. 10 çıx x üstəgəl x üstəgəl 15 çıx x bərabərdir 20. Burada çıx x üstəgəl x bir-birini sıfıra aparır. 10 ilə 15'in cəmi 25 eləyir. 25 çıx x bərabərdir 20. X də olacaq 5. 25'dən nə çıxanda 20 eləyir? 5 çıxanda. Və 41-ci sualla çoxluqlar mövzusunda bitirmiş olacağıq. Kvadrat üçədlilər verir. Deyir ki, kökləri Venn diaqramlarına yazın. Bu situasiya məsələsi kimi tapşırıqdır. A üçədlisinə baxın. Çevrilmiş kvadrat üçədlidir. B də çevrilmiş kvadrat üçədlidir. Onda biz bunun köklərini Viet düsturları ilə tapa bilərik. Viet düsturlarına əsasən toplayanda ikinci həddin əks işarəli əmsalı, yəni 5. Vuranda isə sərbəst hədd olan ədədlər. Toplayanda 5, vuranda 6 olan. Toplayanda 5, vuranda 6, 2 ilə 3'dür. A olacaq 2, 3. Eyni zamanda toplayanda 7, vuranda 10 eləyən ədədlər 2 ilə 5'dir. A və B-nin ortaq kökləri nə oldu? 2. Mən bunu ortaya yazacağım. Fərqli köklərdə kənarları. A-nın fərqli kökü 3, B-nin fərqli kökü 5'dir.